Salam, xoş gördük hər birinizi. Bu həftənin seçilən sualı vakansiya bankı nədir və necə formalaşdırılır olub. Cavabı təqdim edirik. Vakansiya bankı işə götürənin boş olan və işçi tələb edilən iş yerləri üzrə kadr ehtiyaclarının təmin edilməsinə yönəlmiş xidmət formasıdır. Azərbaycan Respublikasının məşğulluq haqqında qanunun 18-ci maddəsinin 3-cü bəndinə əsasən işə götürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən gecə 5 iş günü müddətində əmək haqqı göstərilməklə bu barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin, Əmək və Məşğulluq alt sisteminin vakansiya bankına daxil etməlidirlər. Həmçinin qanunvericilik tələbləri pozularsa, yəni işə götürənlər Əmək və Məşğulluq alt sisteminə qanunla nəzərdə tutulmuş qaydada vakansiyalarını daxil etməsə, İnzibati Xətalar Məcəlləsinin 540-cı maddəsinə əsasən 500 manatdan 1000 manatadək cərimə nəzərdə tutulmuşdur.